Çox adam elə bilir ki, sosial media trendləri həm də sosial media marketinq trendidir. Amma əslində bunlar fərqli şeylərdir. Sosial media marketinqdə sosial media trendlərindən istifadə etmək olar. Hansı halda buna sonra baxarıq. Gəlin baxaq görək, marketinq trendi deyəndə nə başa düşülür. Sosial media trendi brend kimliyini pozursa, qarışıq auditoriyaya çıxırsa, satışdan çox like hesablanırsa təhlükəlidir. Marketinq trendi isə daha çox qlobal yaxud regional anlam kəsb edir və biraz uzun vədəli olur. Məsələn, reelslər trend olmayanda qrafik dizayn və copywritingin at oynatdıqları vaxtlarda məlum olur ki, insanlar mətnlərdən çox qrafik və vizualı oxuyurlar. Ona görə əsas mesajları o formada göstərdilər ki, insanlar oxusun və hərəkətə keçsin. Sonra qısa videolar trend olmağa başladı və davranışlar dəyişdi. Artıq yazmaq yox, göstərmək lazım idi. Keyfiyyəti, peşəkarlığı, problemləri necə həll edirsən və bundan sonra insanlarda güvən yaranır və alışı həyata keçirirlər. Bir sözlə, satış gətirirsə, bu elə marketinq trendidir. Və sosial media trendlərindən harda istifadə etmək olar? Məsələn, fast food və coffee shop tipli bizneslərdə istifadə etmək olar. Hansı ki, tanımaq vacibdir ki, insanlar ora axın eləsin, güvən məsələsini artıq orada personal özü həll edəcək. Siz də səhifəniz üçün marketinq trendlərinə uyğun düzgün kontent planı istəyirsinizsə, yazın, əməkdaşlıq edək.